16-cı sual. Simfoniyanın janr kimi və simfonik orkestr heyətinin sabitləşməsində hansı bəstəkarın xidmətləri xüsusilə qeyd edilməlidir? A. Franz Joseph Haydn, B. Ludwig van Beethoven, C. Johann Sebastian Bach, D. Franz Peter Schubert, Y. Karl Maria van Weber. Simfoniya Yunan orta əsrlərdə çoxsəsli vokal əsərləri simfoniya adlandırırdılar. Hətta Johann Sebastian Bach'ın iki səsli pyesləri invensiya, üç səsli pyesləri isə simfoniya adlandırmışdır. Lakin sualda simfoniyanın janr kimi, eləcə də simfonik orkestr haqqında söhbət gedir. Deməli, biz yerdə qalan 4 bəstəkar haqqında düşünməliyik. Adları çəkilən hər bir bəstəkar simfoniyanın janr kimi formalaşmasında xidmətləri vardır. Əgər biz Beethovenin adını qeyd ediriksə, o simfoniyaya qəhrəmanı faciəvi intonasiyalar gətirmişdir. Fransız inqilabı ilə əlaqəli olan mövzular Beethovenin simfoniyasında eşidilir. Beethovenə qədər simfoniyanın 3-cü hissəsi minyet olurdu və Beethoven sakit minyeti simfoniyalarında emosional skertso ilə əvəz etmişdir. Hətta 6-cı simfoniyası olan pastoral proqramlıdır. Və 9-cu simfoniyasına xor əlavə edərək Beethoven simfonik janrı yeni bir mərhələyə qaldırmışdır. Weber'in simfonik janra töhfəsi haqqında desək, Weber'in orkestrinin səsi hər bir alətin ruhunu öyrənməklə əldə edilir deyə Debussy qeyd edirdi. Hətta Berlioz bir neçə dəfə özünün alətlər haqqında traktatında Weber'in adına istinad etmişdir. Variantlar arasında Wolfgang Amadeus Mozart olsaydı, biz qeyd edə bilərdik ki, o simfoniyaya dramatiklik, həyəcan gətirmişdi. Xüsusilə də onu 39, 40 və 41 nömrəli simfoniyalarında hiss olunur. Mozart'ın təcrübəsi Haydn'ın sonraki simfoniyalarına da təsir etmişdir. Franz Schubert'in simfoniyaları isə lirik dramatikliyi ilə seçilir. Lakin sualımızın cavabı Joseph Haydn'dır. O, 104 simfoniyası ilə həm simfoniyanı janr kimi möhkəmləndirdi, həm də simfonik orkestr heyətini sabitləşməsinə səbəb oldu. 7-ci sual. Bəstəkar və ifaçının eyni sənətkar olması hansı dövrə təsadüf edir? A. 18-ci, B. 15-ci, C. 16-cı, D. 19-cu, Y. 20-ci əsr. Düzdür. Günümüzdə də bəstəkarlar müəllifi olduğu əsəri, instrumental əsəri alətdə çala bilər və dinləyicilərə təqdim edə bilər. Lakin 16-cı əsrdə bəstəkarlar ifaçıya geniş imkanlar təqdim edirdilər. Yəni, solo partiyalarda ifaçılar müəyyən nüanslar, improvizasiyalar edə bilərdilər. Ona görə də bir əsəri müxtəlif ifaçılar fərqli şəkildə
dinləyiciyə təqdim edirdilər. Müxtəlif aspektlərdən yanaşsaq, fərqli cavablar əldə etmiş oluruq. Xüsusilə də instrumental əsərlərin ifasına nəzər yetirsək. Çünki 19-cu əsrdə bir çox bəstəkarlar var ki, onlar həm ifaçı idilər, həmçinin də öz əsərlərini, yəni təqdim edirdilər, həmçinin də bəstəkar idilər. Amma 20-ci əsrə nəzər yetirsək, eynilə də biz bu ardıcıllığı, tendensiyanın davam etdiyini görürük. Lakin bəstəkar və ifaçının eyni sənətkar olması 18-ci əsrə təsadüf edir. Və mən bu suala müəllifin gözü ilə yanaşdım və onun kitabında bu suala cavab axtardım. Elmir Əfəndiyevanın Musiqi Tarixi kitabında qeyd olunur ki, 18-ci əsrə xas olan amillərdən biri də bəstəkar və ifaçının eyni sənətkar olması idi. Bəstəkarlıq və ifaçılıq təcrübəsinin vahidliyi, əlaqəsi həm yaradıcılıqda, həm də ifaçılıq sənətində özünü nümayiş etdirir. Yenə qeyd etmək istəyirəm. Elə suallar var ki, onlara müxtəlif aspektdən yanaşmaq olar və cavab variantında sualların istinad olunduğu dərslik və kitab mühüm rol oynayır. 18-ci sual. 18-ci əsrdə homofon harmonik quruluş hansı janrın əsas xüsusiyyətlərindən idi? A. Balet, B. Vokal, C. Opera, D. Instrumental, Y. Operetta. Artıq 18-ci əsrdə instrumental musiqinin əsasını harmonik quruluş təşkil edirdi. Cavab D. 19-cu sual. Müstəqil hissələrin bir məzmunda öz əksini tapması hansı formaya aiddir? A. Piyes, B. Mahnı, C. Rəqs, D. Sonata simfonik silsilə, Y. Fantaziya. Bu sualda təqdim olunan variantların içərisində çox hissəli olan və müxtəlif mövzulara sahib olan forma sonata simfonik silsilədir. Cavab D. Məhz sonata simfonik silsilədə biz həm çox hissəlilik, həm də müxtəlif mövzuları təhlil edirik, görürük və eşidirik. 20-ci sual. Adətən sonatalar neçə hissədən ibarət olmalıdır? A. 4, B. 2, C. 1, D. 3, Y. 5. Sonata İtalyan dilində səslənmək deməkdir. Bir və ya bir neçə alət üçün yazılan mürəkkəb formalı əsərdir. 16-cı əsrdə sonata termini istifadə olunmağa başladı. Vokal partiyanın iştirakı ilə yazılan instrumental musiqiyə deyilirdi. 16-cı əsrdə kantatadan fərqli olaraq sonata termini hər hansı bir instrumental musiqini, habelə vokal mateti ifadə edirdi. Hansı ki bu matetlər instrumental ifanın müşayiətində oxunurdu. Bu zamanlar sonatalar polifonik şəkildə ifa olunurdu. 17-ci əsrdə sonata termini indiki müasir mənasını daşımağa başladı.
O dövrdə sanata iki növdə idi. Kilsə sanatası, kamera sanataları. Kilsə sanataları kontrapunkt üslubda olub, ibadət zamanı ifa olunurdu. Kamera sanatalarına isə preludiya, arioza, müxtəlif tonallıqda yazılan rəqslər, bir və ya iki alət üçün ifa olunan konsertlər aid idi. Ənənəvi klassik sanata 3 hissədən ibarətdir. Birinci hissə cəld tempdə olur, adətən sanata allegro formasında yazılır. Burada musiqi materiallarının həm təqdimatını, həm də inkişafını eşidirik. İkinci hissə adagio andante largo tempində olur, ümumən asta tempdə ifa olunur. Bəzən minuet, mövzu və variasiyalardan istifadə olunur ikinci hissədə. Üçüncü hissə tamamlayıcı xarakterdədir. Cəld tempdə ifa olunur. Allegro, presto tempində ifa oluna bilər. Finaldır. Burada bəstəkarlar rondo və minuetdən istifadə edirlər. Təbii ki, istisnalar da var. Misal, Joseph Haydn'ın fortepiano üçün olan sanatalarından 7 nömrəli 2 hissədən ibarətdir. 3, 6 və 8 nömrəli sanataları 4 hissədən ibarətdir. Mozart'ın fortepiano üçün sanataları içərisində 11 nömrəli sanatası mövzu və variasiyalardan ibarətdir. Beethoven'in fortepiano üçün sanataları içərisində 12 nömrəli sanatası 4 hissədən ibarətdir. Birinci hissə mövzu və variasiyalar verilir. İkinci hissə scherzo formasındadır. Üçüncü hissə asta tempdə olur, minor tonallığındadır və matəm marşıdır. Dördüncü hissə isə allegro olub şən xarakterdədir. Ferenc Liszt'in fortepiano üçün yazdığı Səyahət İlləri albomu silsiləsinin 2-ci dəftərində biz bir hissəli sanata ilə qarşılaşırıq. Re minor tonallığında olan bu sanata musiqili poemadır. Proqramlı sanata fantaziyadır. Dante'ni mütaliə edəndən sonra adlanan bu sanata çox mövzulu və kontrast epizodlardan ibarətdir. Baxmayaraq ki, bir hissəlidir, sanatanı dinlədikdə ənənəvi 3 hissəli sanata formasını eşitmiş oluruq. Giriş, ekspozisiya, işlənmə və repriza bölmələrindən ibarətdir. İşlənmə hissəsində səslənən epizod asta tempdədir və səslənərkən ikinci hissə funksiyasını daşıyır. Reprizada təkrarlanan mövzu rondonu xatırladır. Beləliklə də bir hissəli sanata səsləndikdə ənənəvi 3 hissəli sanata formasını xatırlatmış olur və eşitmiş oluruq. Sualımızın cavabı adətən sanatalar klassik formada, ənənəvi formada 3 hissədən ibarət olur. Cavab D. Hörmətli musiqi müəllimləri, şagirdlər və musiqi sevərlər. Bu videoların altında şərh bölməsində sizləri maraqlandıran sualları qeyd edə bilərsiniz. Sizləri maraqlandıran mövzuları qeyd edin ki, birlikdə müzakirə edə bilək. Təşəkkürlər.